Mənim Beyləqan rayonu sakini Kərimova həmdə mənim müraciətim Rusiyanın prezidentinə, İranın prezidentindən, bir də Ermənistan prezidentindən özümə kömək istəyirəm. Mən kolxozda süpürgəçi işləyirdim. Bəndəliyev Arzu mənə süpürgəmi aldı əlimdən. Beyləqan rayon icra hakimiyyətinə də müraciət eləmişəm. Prezident aparatına da müraciət eləmişəm, baxan yoxdur. Mən kömək istədiyim İranın prezidentinə, Rusiyanın prezidentindən, bir də Ermənistan prezidentindən. Xahiş edirəm ki, Azərbaycanda baxan yoxdur. Şikayətə mən ağ bayraq versin, mən qəbul edirəm. Gedib orada yaşayacağam. Bəlkə mənim qarnım çörək tapar. Çünki Azərbaycanda baxan yoxdur. Heç kəsdən qorxmurlar. Deyirlər, get hara şikayət edirsən elə. Mən Bəndəliyev Arzunundur bu rayon, Əziz Əzizovundur Beyləqan. Sizdən artıq dərəcədə xahiş edirəm ki, məni oranın vətəndaşı eləyəsiniz, mən Azərbaycana imtina edirəm. Çünki burada dolanışıq yoxdur, dolana bilmirik.